Əziz dostlar, səhər-səhər çox bir məyus edici bir xəbər almışam. Təxminən 2 həftə bundan qabaq Zeynalova Nərgiz Nəsrəddin qızı 83 yaşlı onkoloji xəstəlikdən əziyyət çəkən ana gəlib bizim efirimizdə öz oğlu Məmmədov Səlahiddin Rəşid oğlundan şikayətçi olduğunu bildirib və canlı yayında başlayıb, danışıb, başına gələn hadisələri ağlayıb, oradan bildirib ki, oğlum məni söyür, təhqir eləyir və biz də onu yayımlamışıq. Adam durub gedib, dəyərli izləyicilər, öz anasını xüsusi ittiham qaydasında Binəqədi rayon məhkəməsinə şikayət eləyib və anasının təcili olaraq cəzalanmasını istəyir. Bu gözəl göyçək oğlan, mən orada da demişəm, buradan da deyirəm ki, qarşı tərəf olaraq mövqeyin olarsa, hörmətli Məmmədov Səlahiddin Rəşidoğlu, gəl danış. Amma sən 83 yaşlı onkoloji xəstəlikdən əziyyət çəkən ananı 147.1 və 148-ci maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini xüsusi ittiham qaydasında tələb eləmişsən. Ana mənə zəng elədi səhər-səhər, ağlaya-ağlaya. Elnur Şükürov, mən neyniyim? Mən bu yaşımda bu xəstəliklə mübarizə apardığım bir vaxtda öz oğlum məni xüsusi ittiham qaydasında verib məhkəməyə həbs olunmağımı və cəzalanmağımı istəyir. Hakim Aynur xanım işi götürüb icraata. Bu icraata bunu necə götürüblər? Ana orada nə danışıb? Ana başına gələnləri dövlət başçısına və hörmətli Mehriban xanıma müraciət edib ki, mənə kömək edin. Mənim əmlakımı oğlum saxta yollarla, qeyri-qanuni yollarla özəlləşdirib. Bu müraciətləri eləyib və oğul da gedir. Gör dünyanın hansı vaxtında yaşayırıq. Bir oğul öz anasını, dəyərli izləyicilər, xüsusi ittiham qaydasında verir məhkəməyə və məhkəmədən xahiş edir ki, mənim anamı cəzalandırın. Dəyərli izləyicilər, biz məhkəmə prosesini izləyəcəyik. Məhkəmə prosesində verilən qərarı siz dəyərli izləyicilərin diqqətinə çatdıracaq. Dostlar, yayımımızı bəyənin, paylaşın, kanalımıza abunə olun. Sağ olun, sağlıqla qalın.